Salam əziz şagirdlər. 7-ci sinif Azərbaycan dili fənnindən bugünkü mövzumuz dil qaydası olacaq. Bugünkü dərsimizdə biz sizinlə köməkçi nitq hissələrinin sinonimliyi qaydasını öyrənəcək və öyrəndiyimiz qaydanı bəzi tapşırıqlar üzərində tətbiq edəcəyik. Gəlin ilk öncə aşağı sinifdə öyrəndiyimiz sinonimlərin qaydasını yada salaq. Yazılışı və deyilişi müxtəlif, mənaca eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir. Biz bugünkü dərsimizdə köməkçi nitq hissələrinin sinonimliyini öyrənəcəyik. Bəzi köməkçi nitq hissələri bir-biri ilə sinonimlik təşkil edir. Bu zaman onlar cümlə daxilində bir-birini əvəz edə bilir və mənaya heç bir xələl gəlmir. İndi isə gəlin köməkçi nitq hissələrinin sinonimliyinə aid olan bəzi nümunələrə diqqət yetirək. Birinci cümlə. Uşaqlar meşəyə tərəf qaçdılar. Bu cümlədə köməkçi nitq hissəsi tərəf qoşmasıdır, istiqamət bildirir. Tərəf qoşmasını biz doğru, sarı qoşmaları ilə də əvəz edə bilərik. Uşaqlar meşəyə tərəf qaçdılar, meşəyə sarı qaçdılar, meşəyə doğru qaçdılar. Göründüyü kimi, digər qoşmalarla da əvəz edəndə mənaya heç bir xələl gəlmir, məna dəyişikliyinə uğramır. İkinci cümlə. Dərs qurtarmışdı, amma o evə getməyə tələsmirdi. Burada işlənmiş köməkçi nitq hissəsi amma bağlayıcısıdır, qarşılaşdırma bağlayıcısıdır və biz bunu ancaq lakin bağlayıcıları ilə də əvəz edə bilərik. Birinci nümunədə qeyd etdiyimiz kimi bu bağlayıcılarla əvəz edir, mənalarının hər hansı bir dəyişikliyə uğrayıb-uğramadığına diqqət yetirmək kifayətdir. Üçüncü cümlə. Məsələdən yalnız mən xəbərdar idim. Bu cümlədə işlənmiş köməkçi nitq hissəsi yalnız məhdudlaşdırıcı ədatdır. Yalnızı biz təkcə, bircə, ancaq ədatları ilə də əvəz edə bilər və mənalarını yoxlaya bilərik.